UNEC-in 95 ili yalnız bir təhsil müəssisəsinin tarixi deyil. Bu, həm də bütöv bir xalqın inkişafına, elminə, iqtisadiyyatına və dövlətçiliyinə verdiyi töhvələrin tarixidir. 95 yaşlı UNEC yenə gənc, yenə enerjili, yenə iddialıdır. Bu sözləri İqtisad Universitetinin rektoru professor Ədalət Muradov Azərbaycan Dövlət İqtisad Universitetinin 95 illik yubileyi münasibəti ilə keçirilən tədbirdə deyib. UNEC-in 95 illik yubileyində beynəlxalq səviyyədə uğura imza attığını bildirən rektor, universitetin Times Higher Education Impact reytingində 801 mininci yerə yüksəldiyini vurğulayıb. Bugün biz Ulu Öndərin verdiyi tapşırıqların icra vəziyyəti haqqında hesabat verdik. Eləcə də cənab prezident İlham Əliyev məni rektor təyin edərkən mənim qarşımda bir əsas vəzifə qoyub ki, o da Azərbaycan Dövlət İqtisad Universiteti dünya səviyyəli universitet olmalıdır və bugün səhər tezdəndən QS beynəlxalq reytingi öz reytingini açıqlayıb və Azərbaycan Dövlət İqtisad Universiteti dünyanın ən yaxşı 850-ci universitetlər sırasındadır.